Salam aleykum, kanalıma və videoma xoş gəlmişsiniz. Kanalıma abunə olub, like atmayı unutmayın. İnəklər buradadır, amma oturub, yarısı ot yeyir. Və videonu da sonucan izləməyi də unutmayın. Çiftliyin canavarı da buradadır. Canavarı, dəlisi, nə deyək? Paşa, necəsən? Paşa. Və çiftliyin ikinci dəlisi buradadır. Düyə. Bu paşadan biraz pisdir. Yəni eynidirlər. Biri atlanıb düşür, biri isə buynuzu ilə vurur. İndi otların qabaqlarına yayaram. Altları qurudu. Biraz istadıblar, ot səpərəm. Çünki axşamüstü altlarına ot səpməmişik. Gördüyünüz kimi hələ qurudur. Çiftliyin limonu. Limon. Bunları yem də verərik. Birinci su verərik, sonra yem verərik və bunları açıb çıxardıq. Haydi keçəlim videoya. İnəklərin qabağına su qoydum. İndi içərlər. Balaca içdi. Amma inəklər hələ də suya baxırlar.
içərlər. Bunlar hələ durmayıblar. Özüm durğuzmuram. İndi özləri durarlar. Paşa. Paşa zənciri qırmışdı. Çiftliyi biraz dağıtdı, ancaq yenə də yerindədir. Paşa bir yerdə qalmır. 4 gündən sonra da artıq bir yaşı tamam olur. Balaca. Sürü lideri su içir. Bu da içər. Hələ göğüş gətirir. Çoxdandır kanala video gəlmirdi. Artıq bundan sonra davamlı olaraq video gələcək. Bunlar da dəmlərini yeyirlər. Su içmədilər. İndi birazdan yenə də verərəm. Yəqin axşamüstü bunlara su veriblər gələn kimi. Baba. Ha! Düşür. İndi ayağa girər dəmirin arasına, sonra çıxarda bilməz. Bir yerdə qalmır. Paşa ancaq düyələrə sataşır, anasına sataşır. Yemi yerə dağıdır, otu yerə dağıdır. Suyu yerə tökür, vedrələri sındırır. Ancaq paşa belə bir şeylər sındır. Zənciri açsın, çiftliyi dağıtsın məsələn üçün. İnəklər maşallah olsun kökəliblər. Gördüyünüz kimi bula yıxıldı. Bir bu düyə biraz arıqdır. Hələ də axsıyır. Buna tam da ayaqları düzəlməyib. Hələ də axsayır, həm də biraz da arıqdır. Bunu yıxıdıb ayaqları təmizləmək olar, amma bala atar deyə eləmirik. Belə də bir şərait yoxdur ki, ayağını qaldıras. Belə ayaq üstündə təmizləmək. Belə də vurur. Görürsünüz, vurur. Bunun bacıları da belə idi. Bir yaşdan sonra biraz dəli olurlar. Sağmaya falan da qoymurlar. Bu da yəqin sağmaya falan qoymayacaq. Bunu bilirik. Bu heç, bu sakitdir. Bu dəlidir, ağıllıdır. Bir dəfə ağıllı olur, bir dəfə dəli olur. Bunlar heç, bunlar bir komandadır. Bu iki dənə də bir komandadır.
Bu tək qalıb. İndi bir onları təmizləyək. Paşa vedrəni dağıtdı suyu yerə. Suyu yerə dağıtdı. 6 yaş oldu. Altlarını təmizlədim. İndi su göstərdim. Görün içəcəklərsə, içməyəcəklərsə yem verəcəyəm.
Paşa yarısını dağıtdı yerə. İndi bunların altlarına quru ot tökəcəm bolluca. Çünki atları yaşdır. İndi yorumda yazarsınız ki, betondur, soğuk olacaqlar üçün. Bunların altlarına quru ot səpəcəyəm. Çünki yaş olduqlarına görə quru ot səpəcəyəm. Bu içəndə su ilə oynayır. Axırda da sındıracaq vedrəni. Toyuqlar burada bir-birini döyürlər. Bunlar hamı yemi gözləyirlər. Bilirlər ki, yem verəcək. Hamı gözləyir. Bunlara yem verim. Çünki su içmirlər. Və bir də yorumlarda çox yazırlar ki, inəklərin soğuğu olmurmu? Xeyr, soğuqları olmur. Çünki güclü yem yeyirlər, ot yeyirlər. Həm də altları həmişə quru olur, ot tökürük deyə. Və bir müddətdən sonra içəriyə keçəcəklər. Burada qalanlar da olacaq, içəridə qalanlar da olacaq. Doğum aylarından az qalmış inəklərin yarısı içəriyə keçəcək. Birinci sürü lideri ilə bu döyəni içəriyə bağlayacağıq. Ondan sonra yavaş-yavaş bunlar gedəcəklər. Ha! Bax, qarnına vurur. Paşanın zənciri gecə qırmağı təhlükəlidir, amma gündüz qıranda biraz burada atlanır, düşür. Sonra sakitləşir, yem qoyuruq qabağına, bağlamaq olur. Amma gecə qırsa isə döyələrin, inələrin hamının bala atma riski var. Çünki vuracaqlar qarınlarına falan. Ona görə bala atma riski olacaq. Baba çıxartdı. Bir dəfə ki, öyrəşdi bunu boynundan çıxartmayı, çıxartacaq. Ha! Paşa. Bunu balacalaşdıranda boynu çox sıxır, boğular deyə. Böyüdə də bağlayırıq, başından çıxardır. Bu zəncir də qəribədir. Aha, bu oturdu. Gərək bunun altına ot səpərdim. İndi bunun altına ot səpim inəklərin altına. İnəklərin yemin hazırladım. Biraz təmiz çörək var idi. Kəpəklə, arpa yarması ilə qarışdırdım. Çörək, kəpək, bir də arpa yarması var. Arada çörək də veririk. Təmiz çörək olanda veririk. Çiftlənmiş vermirik. Çünki zəhərlənər heyvan. Qabaqcadan bunu deyim. Çiftlənmiş çörək qətiyyən verməyin. Daha doğrusu deyim. Bunlar indi yemi gözləyirlər. Bunlara yem verim.
İnəklərin qabağına yemək qoydum. İnəklərə arpa yarması, kəpək veririk. Elə vaxt olur, çörək olanda çörək də veririk. Arada təmiz çörək veririk. Göstərəm sizə. Çörəkdir, arpa yarması, kəpək qarışdırmışıq. Amma belə də arpa yarması ilə kəpək veririk. Təmiz çörək olanda isə veririk. Çiklənmiş vermirik qətiyyən. Çünki heyvanı zəhərlənə bilər. Və deyə bilərsiniz ki, bu nədir? Bir dənə artıq eləmişəm. Bilməmişəm, artıq eləmişəm. Onu da axırda tökərəm hərəsinin qabağına. Axırda yeyərlər. 6 dənəyə bir dənə kampaniya. Yavaş-yavaş yeyirlər. Bu tərəf dağıdır. Qurtardı. Bunların altlarına da ot səpəri, limonun altına ot səpdim. Çünki o tez otururdu deyə. Yemək hazırlayana kimi yenə də oturdu. Durğuzdum, yenə də oturdu. Otu çəkdim deyə. Qurtardılar. İnəklərin altına gördüyünüz kimi ot səpdim. İndi çiftlikdə işim bitdi. Limon da oturdu. Yemlərini yedilər. O artıq yemi də hansı qutarırdı. Onun qabağına biraz tökürdüm ondan. Hamı yedi. Yəni limon zəif yeyirdi deyə artıq yemi inəklər yedi. Limondan başqa. Limon özün üçün indi qutardı. Bugün bəxtləri gətirdi. Bir dənə artıq yem hazırlamışdım. Orada qabları çox qoyublar. Mən də bilməmişəm, hamını götürmüşəm. Paşada bir yerdə qalmır. Bu düyə açıldı indi. Bağladım. Yəni cihazını dəyişərək, çünki açılır. Ha. Doğmayına çox az qalıb. Bir ay falan belə qalıb. Bir də
Dabaq xəstəliyinin bunlara bir dənə xeyri oldu. O da yemə tez başlamayları. Doğmaylarına 1 ay qalmış yemə başlayırdıq. Dabağa görə 2 aydan çox da artıq yem yeyirlər. Çünki doğmaylarına 1 ay qalmış başlayırdıq. Dabağa görə biraz tez başladı. Artıq kəsmədik. Yeyirdilər. İştahla falan yeyirdilər. Dedik, qoy kökəlsinlər. Və yaxşıdır ki, kökəldilər. Bu da vurur ha. Bu dəhşətdir. Bu döyəni burada sıxırlar. Biri o tərəfdən vurur, biri bu tərəfdən vurur. Nə istəyirsiniz döyədən? Nədir? Paşadan 5 beter olacaqsın. Bunun bir dənə bacılarına oxşamayan cəhəti var. Altın pisləyir. Amma bacıları isə axırı pisləyirlər, fırlanırlar belə. Axıra edirdilər gübrəni. Altlarını qətiyyən batırmazlar. Axırda o qədər gübrə olardı, amma bu isə altına edir, fırlanıb axıra etmir. Buna bax, buna bax. Bu da bir yerdə qalmır. Geç. Geç qabağa. Hop. Geç. Şimdi bu işığı söndürün, qoy otursunlar. Və yavaşdan videonun sonuna gələk. Like atıb abunə olmayı unutmayın. Sağ olun, görüşənəcən. Fikirlərinizi yorumda yazmayı unutmayın.